çox hörmətli qonaqlar, dəyərli iştirakçılar, əziz Ağdamlılar. Hər birinizi ürəkdən salamlayıram və bugün bu tədbirimizə gəldiyiniz üçün sizə ayrıca təşəkkürümü bildirirəm. Bugün həm Çərşənbə bayramıdır, həm 8 mart ərəfəsindəyik. Bu münasibətlə hər birinizi ürəkdən təbrik edirəm. Həmişə dövlətimiz, millətimiz əmin-amanlıq içində olsun, sülh içində olsun. Əziz qonaqlar, əziz tədbir iştirakçıları, Ağdam Uşaq Ailələrə Dəstək Mərkəzi olaraq bizim 8 mart ərəfəsində gender bərabərliyi və qadınların idarə etmədə rolu mövzusunda keçirdiyimiz bu möhtəşəm tədbirimiz, icma dinlənməlimiz hər biriniz dəvətimi qəbul edib gəlmişsiniz. Sizə hər birinizə minnətdarlığımı bildirirəm. Gender bərabərliyi sözsüz ki, Ağdamımızda, Azərbaycanımızda bu balans qorunur, qadınlarımıza iş həyatında, sosial həyatında çox önəm verilir və həqiqətən də qadınlarımızın iş həyatında rolu, funksiyası demək olar ki, balanslaşdırılır və hər zaman arzu edirəm ki, Azərbaycanımız kişi və qadın bərabərliyi, kişi və qadın hüquqları heç vaxt pozulmasın, qadınlarımız heç vaxt zorakılıq görməsin, qadınlarımız heç vaxt hüquqları pozulmasın, qızlarımız erkən evliliyə cəlb olunmasın, təhsildən yayılmasın. Çünki həqiqətən də qadınların ictimaiyyətdə, ailədə, cəmiyyətdə hər zaman sözü, hər zaman dəstəyi, hər zaman fəaliyyəti belə deyim ki, daha üstün olub və qadınlarımız hər zaman cəmiyyətə sağlam, təhsilli övlad verdikcə cəmiyyətimiz mükəmməlləşir. Həqiqətən də demək olar ki, cəmiyyətdə, Ağdamımızda bu balans pozulmur. Biz çox şadıq ki, qadınlarımız tribunalarda, qadınlarımız rəhbər vəzifələrdə, idarə etmədə fəal iştirak edirlər və bu onun həyat yoldaşları tərəfindən, onun ailələri tərəfindən, ataları tərəfindən qısıqlanmır, məhdudiyyətlər qoyulmur və bu balansın qorunması, bu balansın belə deyim, düzgün bölünməsi bizim qadınlarımızın, qızlarımızın təhsildə yüksək pillələr, uğurlar əldə eləməyi, hətta Azərbaycanımızdan kənarda belə təhsil sahəsində, idman sahəsində, digər sahələrdə fəal, aktiv iştirak eləməkləri bizim hər birimizi sevindirir və çox sevindirici haldır ki, bu fəaliyyətin arxasında hər qızımızın, hər qadınımızın belə deyim, arxası dayağı olan onun bəyləri, ataları, qardaşları dəstək olur ki, bu da demək olar ki, Azərbaycanda gender bərabərliyini və qadınların idarə etmədə rolunun əsas funksiyalarından biridir. Və mən nitqimi bu sözlə bitirirəm ki, həqiqətən də hər güclü bəyin arxasında bir güclü qadın, hər güclü qadının arxasında bir güclü bəy dayanır və bu balansı qoruyan ailələrimiz, bu balansı qoruyan cəmiyyətimiz həmişə zirvələrdə olacaq, həmişə öndə olacaq, heç vaxt əzilməyəcək, əyilməyəcək və hər birinizə diqqətinizə görə təşəkkür edirəm. İcazənizlə mən əməkdaşım Ceyran xanıma söz verim. Bizim bir təqdimatımız var və təqdimatdan sonra çox xahiş edirəm. Suallarınız olarsa səsləndirin və cavablandıraq biz o sualları. Bu mövzu ətrafında və yaxud da digər bu mövzuya aid olan müəyyən suallarınız olarsa səsləndirin. Gəlin ictimai dinləməmizdə aktiv iştirak edək. Diqqətinizə görə minnətdaram hər birinizə. Hörmətli iştirakçılar, hər birinizi salamlayırım. Qarşıdan gələn 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə ilk növbədə şəhid analarını, şəhid xanımlarını, bacılarını dərin ehtiramla təbrik edirəm. Onların simasında Azərbaycan qadınına, eləcə də bugün burada iştirak edən dəyərli xanımlara ən xoş arzularını çatdırırlar. Qadınlarımız əzələn ailənin qayağı, cəmiyyətimizin mənəvi gücü olmuşdur. Bugün də öz səhifəti ilə ölkəmizin inkişafına töhfə verməkdədir. Bugünün mahiyyəti yalnız bayram deyil. Həm də qadınların cəmiyyətində rolumuz, onların hüquqlarını idarə etmədə iştirakımız bir daha gündəmə gətirməkdir. Gender bərabərliyi və icad etmədə qadınların rolu. Gender bərabərliyi qadın və kişilərin cəmiyyətdə eyni hüquqlara, imkanlara, şanslara sahib olması, mədəni və iqtisadi inkişafın əsas şərtidir. Azərbaycan Respublikasının Konstitusiyasında gender bərabərliyini təmin edir. Konstitusiyanın 25-ci maddəsində bu açıq şəkildə qeyd olunur.
kişi ilə qadının eyni hüquqları, azadlıqlarınadır. Dövlət il-ildən, etik mənsubiyyətindən, ilindən, dilindən, cinsindən, mənşəyindən, əmək vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, əlçadar hüquqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlığının bərabərliyinə təminat verir. Dövlət hər kəsin hüquq və azadlığının bərabərliyinə təminat verir. Azərbaycan 1995-ci ildə BMT-nin qadınlara münasibətdə ayrı seçkiliyin bütün formalarının ləğv olunması haqqında konvensiyaya qoşulub. 2026-cı ildə ləğv olunmuş gender bərabərliyi təminatları haqqında qanun isə qadın və kişilərin hüquq bərabərliyi, bərabər imkanların sosial vəziyyəti hüquq əsaslarını qoruyur. Dövlətin idarə edilməsində və qərarların qəbul edilməsində gender bərabərliyinin qorunması daimi gündəmdə olub və daimi dövlət siyasətinin qanunvericiliyi qurumlar tərəfindən tam şəkildə həyata keçirildi. Qadınların idarə etmədə iştirakı hələ də kişilərlə müqayisədə demək olar ki, azdır, amma müəyyən sahələr var ki, o sahələrdə daha üstün nailiyyətlər əldə olunur. Bu da gender bərabərliyi, qadın siyasəti, ölkənin ictimai siyasəti həyatında qadınların iştirakının daha bir-gündən çoxalması gender bərabərliyinin daha da yüksək şəkildə həyata keçirilməsini göstərir. Son zamanlar əsasən müstəqil Azərbaycanın quruculuq işlərində, ictimai siyasi həyatında və bu kimi qanunların həyata keçirilməsində sahibkarlığın fəaliyyəti daha da yüksəlmişdir. Belə ki, 10 il bundan qabağa nəzər salsaq, sahibkar qadınlarımız hansı ki, sahibkarlıqda qeydiyyatdan keçən şəxslərin 1%-ni, 2%-ni təşkil edirdi. Ancaq indi hazırki vəziyyətdə bu faiz 100%-ə qalxmışdır. Bu o deməkdir ki, qadınlar iqtisadi müstəqilliyin artdığını göstərir və qadınlar sahibkarlıqlarını həyata keçirərək öz töhfələrini verirlər. Azərbaycan Respublikası Prezidentinin 14 yanvar 1998-ci il tarixli fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Bu komitə qadınların hüquqlarının qorunması, onların sosial həyatdakı inkişafının artırılması, gender bərabərliyi əsasında dövlət siyasətinin həyata keçirilməsini məqsədi daşıyırdı. Daha sonra isə Azərbaycan Respublikası Prezidentinin 6 fevral 2006-cı il fərmanı ilə Ailə Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Komitənin fəaliyyəti dairəsi daha da genişləndirildi. Ailə institutunun möhkəmləndirilməsi, uşaqların hüquqlarının qorunması, məişət zorakılıq qarşısının alınması və gender bərabərliyi təmin olunması əsas vəzifələrə çevrilir. Komitənin fəaliyyət çərçivəsində bir sıra mərkəzlər dəstək strukturları yaradıldı. Mərkəzlərin məqsədləri nələrdir? Bunlar məqsədi, eləcə də bizim mərkəzin məqsədi uşaq barədə dəstək mərkəzlərinin əsas vəzifələri bunlardır. Həssas ailələrdə psixoloji və sosial dəstək göstərmək, ailə problemləri, zorakılıq, erkən niyyət, digər risk sahələrində maarifləndirmək, ailənin, qadın və uşaqların sosial ibarının yaxşılaşdırılması, uşaq ailə dəstək mərkəzləri, uşaq kənd və qəsəbələrdə ailələrin sosial probleminin həllinə, uşaqların hüquqlarının qorunmasına, gender əsaslı zorakılıq qarşısının alınmasına xidmət edir. 44 günlük müharibədən sonra biz bilirik ki, şəhid balaları, şəhid xanımları, onların təhsilinin davam etdirilməsi, onlara dəstək olunması üçün dövlət qurumları və eləcə də Ailə Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsi davamlı olaraq layihələr həyata keçirir. Bir layihəni də qeyd edim ki, həmən bu mövzuyla əlaqədar sən tək deyilsən layihəsi şəhid xanımların təhsilinə dəstək məqsədini daşıyır və komitə olaraq da şəhid xanımlarının, şəhid qızlarının təhsilinə dəstək və onların gələcəkdə tutduqları mövqeyini, tutacaqları mövqeyə dəstək olması üçün təhsillərin davam etdirilməsinə dəstək verilmişdir. Hörmətli dinləyicilər, bugün biz qadınların fədakarlığını, idarə etmədə rolunu bir daha vurguladır. Qadınlar cəmiyyətin, ailənin dayanıqlı, dövlətin inkişafında mühümlük təşkil. Bildiyimiz kimi bu günlərin bizim bura toplanmamızda məqsədimiz, yəni bu bizim fəaliyyət planımıza yeni əlavə olunubdur, ictimai dinləməli. Yəni bunun tədbir formasında yox, ictimai dinləmənin formasında keçirməyimizin məqsədi, ictimai dinləmənin məqsədi qanunvericilik
qanunları bir daha ictimaiyyətə xatırlatmaq, qanunvericilikdə edilən dəyişiklik və bu qanunvericiliyin necə icra edilməsi olmuşdur. Hər birinizə təşəkkür edirəm dinlədiyiniz üçün, diqqətinizə görə minnətdaram. Demək, ictimai dinləmənin aktivliyinin səmərəli keçməsi üçün xahiş edirəm, kimin hansı bir sualı varsa, bizdə müvafiq qurumların rəhbərləri, əməkdaşları burada iştirak edirlər, sizin suallarınızı cavablandıracaqlar. Bir də müzərrəfə yalnız qadınların məsələsidir. Xeyr, bu cəmiyyətin ümumi inkişaf məsələsidir və qadınların həm də kişilərin hüquq və imkanlarının qorunması nəzərdə tutulur. Gender bərabərliyi dedikdə bəli, çox adam, çox vaxtı səhv anlaşılır, qadınları nəzərdə tuturlar. Ancaq cəmiyyətin inkişafı üçün qadın və kişilərin hüquqlarının bərabər inkişafı deməkdir. Çox sağ olun, yaxşı təşəbbüs irəli edirsiniz. Allah hər birinizdən razı olsun. Bizi bir mövzu maraqlandırır ki, niyə qadınlarımız idarə etmədə iştirakçıları çox vacibdir? Çox gözəl sualdır, çox gözəl sualdır. Həqiqətən qadınların idarə etməsində necə ki, analar ailədə çox gözəl idarə etməli, bacarırlar, bəylərimiz, atalarımız da idarə etmədə iki tərəfin ikisi də ailədə güclü olanda ailə sağlam bir ailə olur. Eləcə də qadınların idarə etməsində üstün cəhətləri hansılardır, mən onları sizə deyim. Qadınlarda empatiya hissi yüksəkdir. Yəni, insanların hansı hallar keçirdikləri daha yaxşı hiss edirlər və onların empatiya hissi onlarda güclü yüksək bacarıqlar. Komanda ruhunun formalaşması və sosial məsələlərə daha həssas yanaşmasına göstərir. Yəni, qadınlar bildiyimiz kimi çox vaxtı kişilərimiz, bəylərimiz gözəl rəhbərdirlər, gözəl idarəməsə rəhbərdirlər. Ancaq qadınların həssas yanaşmasında onlar daha həssas yanaşırlar ki, yəni kişi bəy liderlərimiz, yəni idarəməsə rəhbərlərimiz elə məsələlər var ki, onlara həssas yanaşa bilmək, qadınların üstünlüyü bunlar. Tədbirdə əyləşən xanımları, qarşıdan gələn qadınların canı qonaqdan təşəkkür edirəm. Mənim sizə bir sualım olacaq. Dəfələrlə sizin tədbirlərdə iştirak etmişəm. Yəni, o tədbirlər maarifləndirici qadınlara, analara, gənclərə maarifləndirici təsir bağışlamışdır. Bugünkü gündə, hal-hazırda qadınların vəzifədə, yüksək vəzifələrdə irəli getməsi üçün onlara maarifçilik götürən hansılardır? Qadınların ictimai həyatda lider olması, qadın rəhbərlərinin yetişdirilməsi üçün maarifləndirici tədbirlər, təlim və layihələrin təşkili, lider qadınların təşkili və ictimai iştirakçının genişləndirilməsi bunda böyük rol oynuyor ki, qadın liderlərimizin, qadın rəhbərlərimizin yetişdirilməsi çox böyük rol oynuyor. Hörmətli izləyicilər, mən Ağdam rayon Ağsaqqallar Şurasının sədri kimi bugünkü belə bir vacib tədbirin keçirilməsini təşkil etdiklərinə görə Ağdam Uşaq və Ailə Dəstək Mərkəzinin bütün kollektivinə təşəkkür edirəm, minnətdarlığımı bildirirəm. Əlbəttə, qadınların həyatda rolu, mən deyərdim ki, bəlkə də biz kişilərdən qat-qat üstündür. Nə üçün? Ona görə ki, onlar həm anadır, həm bacıdır, həm həyat yoldaşıdır, həm də biz kişilərlə bərabər çalışırlar, evə qazanc gətirirlər, xüsusilə səhiyyə, təhsil sahəsində və digər sahələrdə qadınların deməli, əvəz olunmaz xidmətləri vardır. Bu məsələlərlə əlaqədar biz həmişə qadınlarımıza minnətdarıq, çünki biz kişilər iş dalınca çölə gedirik, işə gedirik, amma son vaxtlar qadınlarımız bəlkə də bizdən çox evə qazanc gətirirlər. Həm uşaqların tərbiyəsində, onların böyüdülməsində, onların düzgün vətəndaş kimi yetişməsində onların böyük xidmətləri vardır. Ona görə də mən bütün xanımlarımızı qarşıdan gələn 8 Mart Qadınlar Bayramı münasibəti ilə təbrik edirəm. Həm də bugün Analar Günüdür. Və hər birimizin ailəsində anaların rolu qeyd etdiyim kimi
əvəzsizdir. Ona görə də biz onlara minnətdarıq. Tədbir iştirakçılarının hamısını salamlayıram. Bu günləri çox təəssüflər olsun ki, bir çox hallarda biz öz qadınlarımıza dəyər verməyi bacarmırıq. Qarşıdan 8 Mart gəlir. Çox üzr istəyirəm. Düzdür, qadınlarımız bizdən çox yaşayır. Allah Teala ömürlərini də uzun eləsin. Musa Yaqubun öz qadınının başdaşında belə bir ifadə yazır. Öləndən sonra başdaşında deyir ki, indi nə yazanım, nə pozanım var. Sən də ağ xələtdə bir ağ mələksən. Dünyanın ən xoşbəxt adamısan ki, mənim öldüyümü görməyəcəksən. Yer yerində fırlanır, göy göylükdə dayanır, ulduzlar işim, güneş alışıp yanır, ay da mavi səmada nazlanır, xoşallanır. Təkcə bu dünyanı yox, kainatı dolan gəz, qadın gözəlliyi tək gözəlliyi ola bilməz. Eşq olsun qadınlarımıza, eşq olsun bizə, həyatı bəxş eləyən qadınlarımıza. Siz dəyərli iştirakçılar, sizə bir-iki nüansı xatırladım. Bizim Ağdam Uşaq və Ailələr Dəstək Mərkəzi Ailə Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərir. Ağdam 4 yol bir köçün qəsəbə ərazi icra nümayəndəliyinin binasında yerləşirik. Mərkəzin fəaliyyət istiqaməti 3 mövzudan ibarət, 3 istiqamətdən ibarətdir. Mərkəzimiz əsasən maarifləndirmə işlərinə məşğul olur. Dövlət proqramlarına uyğun olaraq maarifləndirmə işləri həyata keçirir. Ağdamın kənd və qəsəbələrində, müxtəlif ən ucqar qəsəbələrdə, ən ucqar kəndlərdə siz bizləri dəfələrlə görürsünüz, bu işləri həyata keçiririk, maarifləndirmə işlərini. Bir istədik ki, bugünkü ictimai dinləmədə sizin bütün tədbirlərdən fərqli olaraq, bizimki bu günlərin tədbir deyildi. Yəni, tədbirdə müəyyən çoxlu çıxışlar olur, müəyyən mövzulara toxunulur. Amma bu günlərin əsas mövzumuz gender bərabərliyi, qadınların ictimai həyatda roluydu və komitənin mərkəzlərinin tanıtımıydı, fəaliyyət planlarını sizə tanıtmaqdır. İctimai dinləmənin də əsas məqsədi bax budur. Hər hansısa mövzu qoyulanda, yəqin ki, biz yenə görüşlərimiz olacaqdır. Onda da hər hansı mövzular hər dəfəsində dəyişəcəkdir. Həmən ictimai dinləmədə də o mövzudur da qanunvericilik, qanunvericilikdə edilən dəyişiklikdə və bu qanunvericiliyin necə həyata keçirilməsidir. İşimiz bu qədərdir. Hər birinizə təşəkkür edirik. Gəldiyiniz üçün, vaxtınızı ayırdığınız üçün.